Günay Ümid. Beyaz qarın üstündə rahib rəngli qarğaların, parçalanmış dinlərin xaraba qoyduğu quş yuvalarının budağına yeni dəyişdirilmiş yarpaqlar yapışdırdılar. Sonra əllərindəki qozbel qəlyanı ciyarlarına çəkib müharibələrin gözünə üfürdülər. Hər yer duman idi. Analar uşaqlarını, uşaqlar sevinclərini, hisslərini, insanlar cinslərini itirdi o gün. O gün torpağın yaxasını düymələyən çiçəkləri qopardı külək. Yer kürəsi çılpaq qaldı. Balıqların əli boş qalmış qarmağına baxıb ağladı balıqlar. Narıncı köynəklər geyinmiş yuxular gördü dənizlər. Ləpələr qan qusdu o gün. O gün televizorların gözünə dürtdülər müharibədən dili tutulmuş, alnındakı səngərdə qocalan uşağı. Yırtılmış dabanını gizlətməyə çalışırdı təngi nəfəs ayaqlarında. O gün qarğalar dünya şarının ipini aldılar uşaqların əlindən. Uçurdular uçurumdan. Müharibə uşaqlarının doğum günü şərəfinə üfürüb söndürdü günəşi külək.